Aybəniz Haşimovanın qardaşına hökm oxunub, Qubada özünü masajist kimi təqdim edən Şaiq Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Məhkəmə istintaq ilə müəyyən edilib ki, Qubada kirayədə yaşayan 46 yaşlı Şaiq Həşimov uzun müddət insanlara müalicəvi masaj yolu ilə sağlamlıqlarını bərpa edəcəyinə dair vədlər verib. O, Səhiyyə Nazirliyindən heç bir lisenziya almadan sadəcə Rusiyada keçdiyi 6 aylıq kursa əsaslanaraq bu fəaliyyətlə məşğul olub. Müxtəlif vaxtlarda güya iflic və digər xəstəliklərdən əziyyət çəkən şəxsləri müalicə edəcəyini bildirərək onlardan 24.000 manatdan artıq pul alıb və zərər çəkənlər arasında azyaşlı övladının sağalmasının yeganə ümid yeri kimi təqsirləndirilən şəxsi görən valideyn də olub. Siyəzən rayon sakini olan ana məhkəmədə təsirli ifadə verib. Qızım doğulandan iflicdir, yeriyə bilmir. Dedi ki, 20 gün masajla sağaldacaq. Düşündüm ki, bəlkə də möcüzə olar. 2 dəfə 1400 manat verdim. Şaiq həkimə çox inanırdıq. Bizi inandırmışdı ki, prosedurlar zamanı qızın sinirlərində hərəkət hiss olunur və bir aya hətta qaça biləcək. Ay tamam olsa da bir nəticə olmadı. Çox təəssüf. Digər bir zərər çəkmiş isə uzun illər əziyyət çəkdiyi bel ağrısına şəfa tapmaq üçün Şaiq Həşimova üz tutub. Dedilər, belini düzəldər, əli şəfalıdır. Əvvəlcə bir dəfə getdim, biraz yüngülləşmə oldu. Sonra dedi ki, davamlı gəl, tam düzələcəksən. 180 günə yaxın hər gün getdim, təxminən 6 ay. Bu müddətdə ona 13.000 manat pul vermişəm. Axırda gördüm, ağrılar daha da şiddətlənir, aldandığımı bildim. Həşimov məhkəmədə özünü təqsirli bilməyib. O, heç vaxt insanları aldatmaq niyyətində olmadığını deyib. Tibbi təhsilim yoxdur, amma 2000-ci ildə Rusiyada 6 aylıq kurs keçmişəm. Masajist kimi işləmişəm. Azərbaycanda da qeydiyyatda olmuşam, vöyənim var. Mən sadəcə masaj edirdim, müalicə vəd etmirdim. Quba rayon məhkəməsi toplanmış sübutlar əsasında Şaiq Həşimovu dələduzluqda təqsirli bilib ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası verilib. Qeyd edək ki, Şaiq Həşimov əməkdar artist Aybəniz Haşimovanın və xalq artisti Şahnaz Haşimova, bax bu deməli, bacıların qardaşıdır.